Davam eləyək 171 və bu videoda 181-ci suallarla. 171-də bizə deyir, əgər toyuqda yumurtalığın yetişmə zonasında, bu da 170 kimi 5 hüceyrə bölünürsə, yəni yumurtalığın yetişmə zonasına 5 hüceyrə daxil olub, yazırıq 5 hüceyrə daxil olubsa, demək 1 hüceyrədən 4 əmələ gəlir. Ümumən burada var 20 hüceyrə və bu 20 hüceyrənin 4-dən biri qametdir. Yəni, bir hüceyrədən əgər bir qamet yaranırsa, 5 hüceyrədən də elə 5 qamet yaranacaq. Yəni, qısacası 4 hüceyrədən biri qametdir. 20-ni 4-də 1-ə də vura bilərik. Yəni, burada ümumən 5 qametimiz var. 20-dən çıxırıq 5-i, 15 dənə isə yönəlici cisimciyimiz var. Və bunlardan ümumən toyuq bilirik x, y-dir. Yarısı x daşıyacaq, yarısı isə y daşıyacaq. Davam edək. Qametin yalnız biri x demək xromosomu daşıyırsa, demək qametimizin əgər bir dənəsi x-dırsa, 5-dən çıxırıq biri, 4 dənəsi olacaq y. Və bizə buradan yönəlici cisimciyindən y xromosomunu istəyir bizə. Baxırıq, ümumən 10 y-dir. Demək 10 y-in 4 y əgər qametə aiddirsə, ondan çıxıram 4-ü, demək 6-sı yönəlici cisimciyin payına düşəcək. 170, burada cavab 6. 172-yə baxaq. Öz-özünə tozlanan diploid çəkli bitkinin, demək diploiddirsə, kök, gövdə və yarpaq bir endosperm hüceyrəsinin xromosomunun cəmi 162-dirsə, bizə spermində olan xromosom sayını istəyir, yəni n istəyir. Baxırıq, kökdürsə, diploidin elə özü qədər olacaq 2n, yarpaq da 2n, gövdə də var burada 2n, bir də endosperm olacaq 3n. Bu bərabərdir 162-yə. Demək 2, 4, 6, 9n. Burada 9n bərabərdir 162-yə. N bərabərdir 162-ni bölürük, demək 9-a. Burada cavab eləyir 18. Demək 172-nin cavabı oldu 18. 173-ə baxaq. Biraz silək, yerimiz boşalsın. 173. Demək, öz-özünə tozlanan yenə burada kök, gövdə, yarpaq və endospermdə artıq burada cəmi 180-dir və yenə spermi n istəyir. Yazırıq, kökümüz 2n, gövdəmiz 2n, yarpağımız 2n, endospermimiz isə 3n. Cəmi oldu 9n və bunlar da 180-ə bərabərdir. Bizə bir dənə spermi istəyir, yenə n istəyir. 180-i bölürük 9-a, düzgün cavab eləyir 20. 174. Ziqotun parçalanması zamanı ikinci eninə bölünmə nəticəsinə əmələ gələn blastomerin sayı, üçüncü uzununa bölünmə nəticəsinə əmələ gələn blastomerlərin sayından neçə dəfə çox olur? Demək, yazırıq, indi biz burada eləməliyik ki, yəni elə bir sayı ümumən gətirməliyik ki, burada həm üçüncü bölünmə nəticəsində də, yəni sığsın ora və ikinci eninə bölünmə nəticəsinə əmələ gələn blastomerlər də sığsın. Baxaq, bir dənə uzununa bölündürük, yaranır ikisi. Mənə nə qədər lazımdır, amma 3 lazımdır. 2 yenə bilirik ki, ziqotun parçalanması 2 dəfə uzununa bölünür. Sonra eninə, uzununa, eninə, uzununa şəkildə davam edir. Demək, burada baxaq görək, 2 enindən varmı? Var. Uç uzununa da var. İkinci eninə bölünmə nəticəsi əmələ gələnə baxaq. Rəngi biraz dəyişək. Burada demək 8 birinci eninə bölünmə nəticəsi əmələ gələndir. Amma mənə məsələdə ikinci eninə bölünmə nəticəsi əmələ gələn blastomerimi istəyir. Demək, ikinci eninə bölünmə nəticəsi əmələ gələnin sayı 32-dir. Üçüncü uzununa bölünmə nəticəsi əmələ gələn baxaq. Demək, burada bir dənə ziqotumu bölündürmüşəm, 2 yaranıb. Bu 2 birinci bölünmə, uzununa bölünmə nəticəsi əmələ gələndir. 4 ikinci uzununa bölünmə nəticəsinə əmələ gələndir. 16 isə üçüncü uzununa bölünmə nəticəsinə əmələ gələndir. İndi 32 16-dan neçə dəfə çoxdur? 32 bölü 16-ya düzgün cavab eləyir 2. 175. Bir fərdin bir nüvəli somatik hüceyrəsinin bölünməsinin anafazanın sonunda xromosom sayı 24-dür. Demək, somatikdir, mitozun anafazası 4n-dir. 4n 24-dür və bizə burada
sonda yetişmə mərhələsinin sonunda əmələ gələn yönəlici cisimciyin xromosom sayını istəyir. Biz bilirik ki, yönəlici cisimciklərin xromosom sayı NC olur. Xromatid sayısı C. Yəni buradan bizə N-imizi istəyir. 4N-im 24-dürsə, N-im də olacaq təbii ki 6. 176. Baxaq bura. Bunun biraz izahı yəni uzun olacaq. Silək rahat olsun. 176. Toyuğun cinsiyyət vəzlərinin yetişmə zonasında qametlərlə eyni cinsi xromosomu daşımayan yönəlici cisimciklərin xromosom sayı 156-dır. İlk öncə buna izah verək. Biz bilirik ki, gametogenezin 3 mərhələsi vardır. Çoxalma, yəni burada mitoz bölünmə gedir. Daha sonra böyümə, burada interfaza, yetişmə. Burada isə 2 mərhələ olur. Meyoz 1 və meyoz 2. Və ümumiyyətlə sizdən soruşsa ki, bəs interfaza hansı hissələrdə olar? Ümumiyyətlə 3 mərhələnin 3-ündə də interfazaya rast gəlmək olar. İndi çəkək bunu sırf yetişmə, yəni zonasında olan hüceyrəni çəkirəm. Bir hüceyrə girib yetişmə zonasına girəndə olur 2N4C. Və burada toyuqdur, heterogametlikdir. X, Y-imizi yazırıq. Bölünür, burada yaranır X, Y. Və buradakiların xromosomu meyoz 1-in telefazasına uyğun olur. Yəni olur N2C. Meyoz 2-nin telefazasına, yəni artıq burada 4-ü yaranmalıdır. Bu X-dan 2X, bu Y-dən 2Y yaranır. Və bunların da hər birində say olur NC, yəni meyoz 2-nin telefazasına uyğun olur. Və bizə burada qametlə eyni cinsi xromosom daşımayan yönəlici cisimciyi deyir. Əgər bizim bir hüceyrə girəndə bir dənə tutaq ki, bunu qamet götürdüm. 3 dənə yönəlici cisimciyim var. Və burada mənim, yəni 3 yönəlici cisimciyinə yalnız bir dənəsi qametlə eyni xromosomu daşıyır. 2 dənəsi isə görürsünüz, 2 dənəsi Y-dir. Qametlə eyni cinsi xromosomu daşımır. Baxırıq, az öncə də dedim ki, hər biri NC-dir. 2N-im 78-dirsə, onda burada N-im olur 39. Yəni hər biri 39 olur. Aha. İndi baxaq, əgər bir hüceyrə giribsə, yazıram bir hüceyrədə, qametimlə eyni xromosom daşımayanın, yəni 2 dənəsi daşımır da, 2 yönəlici cisimciyim, qametlə eyni xromosom daşımır. Cəmi nə qədərdir? Hər birində 39. Əgər bir hüceyrə girirsə, 78 olur. Bəs yaxşı, indi burada sonda, əgər bu yönəlici cisimciklərdə 156 xromosom varsa, bizə soruşur neçə? Hüceyrəm girər yetişmə zonasına. 156-nı bölürük 78-ə. Bu da cavab eləyir 2. Demək, yetişmə zonasına 2 dənə hüceyrə girib ki, burada qametlə eyni cinsi xromosom daşımayan 156, yəni o həmin yönəlici cisimciklərin xromosom sayı 156 olub. 177-yə baxaq. Burada yenə mən bunu pozmaq istəmirəm. Sadəcə biraz düzəlişlər eləyək. Yəni 176-dakı izahla eynidir. Baxaq. İndi bizə burada nədir? Yenə burada yazaq X-ları, Y-ləri və hər birinin NC olduqlarını da bildik artıq. Toyuğun cinsiyyət vəzlərinin yetişmə zonasında artıq bizə burada qametlə eyni cinsi xromosom daşıyan yönəlici cisimciyin atosom xromosomu deyib. Yenə də deyirəm, qametlə eyni cinsi xromosom daşıyan yönəlici cisimciyimiz bir dənədir. Qametlə eyni cinsi xromosom daşımayan yönəlici cisimciklərimizin sayı 2 ədəddir. Və burada artıq bizə autosom xromosomundan deyib. Yenə də toyuq deyir 2N78, onda N-im olur 39. Bu 39-un biri getdi, qaldı cinsidir, yəni 38-i atosomdur. Yəni hər birinin atosomu olur 38. İndi əgər bir hüceyrəm, yəni mən bunu bir hüceyrə üçün çəkmişəm, bir hüceyrəm girəndə qametlə eyni cinsi xromosom daşıyan yönəlici cisimciyin atosomu əgər 38 olursa, bəs bu sonda 152 atosom xromosom daşıyan yönəlici cisimciyim varsa, mənim yetişmə zonasına nə qədər hüceyrəm girər? Bunun da, yəni, tənasibi belə olur. Birində əgər 38-dirsə, 158 olanda nə qədər olur və 158-i bölürük 38-ə, düzgün cavab eləyir 4. Burada da oldu cavabımız 4.
176-da isə 2 idi. Ümid edirəm anlaşılıqlı oldu izahım. 178-ə baxaq. Bu hissələri biraz silək. Rahat olsun bizə. 178-ə nə deyir? Cift sayımız 3-dür. 3 dənə ciftimizi tez çəkirik. Amma göbək ciyəmiz 4-dürsə, demək burada 4 dənə uşaq var, 4 döl var yəni. Ona görə bir dənəsini eyni yumurta əkiz eləyək. Eyni olsun, bu birislər müxtəlif. İndi bizə deyir ki, mayalmada iştirak edən qametlərdə Y cinsi xromosomu 1-dir. İndi mən baxacağam. Görüm mən Y-i hara yazım? Eyni yumurtaya mı yazım? Yəni burada 2 dənə mi uşaq oğlan olsun, yoxsa 1 dənə mi uşaq oğlan olsun? Sonraki demək şərti oxumaqla biz bunu biləcəyik. Bu qadının uşaqlığındakı döllərin somatik hüceyrələrinin, yəni bizdə dölün somatik hüceyrələrindəki X xromosomunun saymağımız istəyir, amma bizə maksimum deyir nə qədərdir. Maksimum əgər döldəki X xromosomu deyirsə, onda mən artıq eyni yumurta əkizlərini qız yazacağıq ki, bizə maksimum X çıxsın ortaya. Yəni həmin bu mayalamada iştirak edən qamet Y, onu mən müxtəlif, yəni bura qoyacağıq ki, bir dənə oğlan olsun. Çünki bizə maksimum X istəyir. Demək, buradakı dölün oldu X, Y, yəni burada bir dənə X var. Qızlarımız oldu eyni yumurta əkizi. Burada 4 ədəd X var və təbii ki, 3-cü ciftimizdə olanda o elə olacaq qız. Baxırıq, neçə dənə X oldu? Burada 4 oldu. 1, 2, 3, 4. Burada 2 oldu. 5, 6. Burada isə 1 oldu. Demək, cəmi oldu 7 ədəd X sayacağıq. Yenə də deyirəm, biz burada minimum maksimum sözünə fikir verməliyik. Əgər minimum X xromosomu bizə soruşsaydılar, onda biz eyni yumurta əkizlərinə oğlan yazacaqdıq. Yəni həmin bu mayalmada iştirak edən qamet Y cinsi xromosomu bura yazacaqdıq. Davam edək 179-la. Toyuğun yumurtalığın yetişmə zonasına 40 hüceyrə daxil olub. Yenə biz bir hüceyrə üçün çəkək. X, Y. Yenə də eynisini çəkirəm. 176 və 177-dəki kimi. Bizə burada müxtəlif cinsi xromosom daşıyan yumurta hüceyrələrinin sayı bir-birinə bərabərdir. Amma bu bizim məsələmiz üçün lazım deyil. Uzun-uzadı yazada bilərdik. Ogeniz zamanı yalnız X cinsi xromosomu daşıyan hüceyrə bölünməyə məruz qalmışdı. Bizə onu istəyir. Baxaq biz burada. Demək, biz burada nəyə diqqət eləməliyik? Yalnız X cinsi xromosomu hüceyrəni istəyir. Demək, bizə buradan bunu istəyir. Amma ümumən X cinsi xromosomu hüceyrə bölünməyə məruz qalan istəsəydi, biz onda buradakını da götürərdik. Amma bizdən yalnız X-i dediyinə görə biz onda bir hüceyrə üçün cəmi bir dənə X-a, yəni belə deyək də X cinsi xromosom daşıyan hüceyrə bölünməyə məruz qalmışdır, bir dənəsini götürəcəyik. Və buradakılar isə əmələ gələnlərdir. Bizə məsələnin şərtində bölünməyə məruz qalanları soruşur. Əgər bir hüceyrədə bir dənə X-in bölünməyə məruz qalıbsa, bəs 40 hüceyrədə neçə X-imiz bölünməyə məruz qalır? Elə 40 X-i olacaq cavab. 180-ə baxaq, bu hissələri silək, rahat baxaq. Mətndə buraxılmış sözləri istəyir bizdən eyni yumurta əkizləri. Biz bilirik ki, eyni yumurta əkizləri, ümumən bir dənə izah verək, bir zigotdan yəni başlanğıc götürülürlər. Yəni bunların mayalanmasında 2 qamet, bir yumurta hüceyrə, bir spermatozoid iştirak edir və bunların bir dənə ümumi cifti olur. Fərqi yoxdur, 4 uşaq olsun, 5 yəni eyni yumurta əkizi olsun. Ümumən bir dənə cifləri olur. Amma hər birinin, belə deyək, göbək ciyələri hər uşağa, hər dölə aid olur. İndi baxaq, eyni yumurta, bir də onu deyim ki, bunların eyni yumurta əkizlərinin cinsləhtləri hər zaman eyni olur, qan qrupları eyni olur. Çünki bunlar bir zigotdan başlanğıc götürüb uşaqlar, ona görə. Eyni yumurta əkizləri həmişə eyni cinsli olurlar. Yazaq bura 2-ni. Embrional inkişaf zamanında əksər hallarda eyni bir dənə, yəni ümumi cifləri olur. Bir ciflə qidalanırlar. 3 eyni yumurta əkizinin əmələ gəlməsində mayalanmada, yenə də bir zigotdan, belə deyək, bunlar başlanğıc götürdüyünə görə, bir zigotu da elə bir dənə yumurta hüceyrə, yəni mayalanmasına iştirak edəcək. Biri haradadır? Bir yazdım buraya. 6. Yəni bir burada
6 ilə işarə olunub. Yəni burada ardıcıllıq 2, 4 və 6 olacaq. 181. Müxtəlif yumurta əkizləri. Aha. Demək bunun artıq cinsiyyətləri eyni də ola bilər təsadüfən və təbii ki, müxtəlif cinsiyyətli də ola bilər. Yazırıq bura 3. Yəni həmişə müxtəlif cinsiyyətli biz götürə bilmərik. İndi təsadüf nəticəsi eyni də ola bilər. Embrional inkişaf zamanı baxaq görək bunlar. Demək bunlarda müxtəlif yumurta əkizlərində ayrı-ayrı ciflər olur. Hərəsinin öz ayrı cifti olur. 3 müxtəlif yumurta əkizinin mayalanmasında da uşaqlar 3 dənə yəni bunlar hərəsi ayrı-ayrı ziqot olduğuna görə bir ziqotda bir yumurta hüceyrə iştirak edir. Burada indi demək 3 müxtəlif yumurta əkizi yazıb da, demək 3 dənə ziqot var ortalıqda və 3 dənə onda yumurta hüceyrə mayalanması iştirak edəcək. 3 də yazılan olur, demək 7-ci. Burada da demək düzgün cavab oldu 3, 5 və 7. İzah bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.